Bunları yeni attım bura. Bak bunu göstereceğim size. Göyden palçıq yağıb. Göydən palçıq yağıb resmen. Oy Allah. En sevdiğim ətirlər bunlardır. Ya, bu artıq bitir. Söz yox. Axırı vaxtda 2 ətri almışam və çox belə tanınmış yerdən almışam. Yəni hər kəsin bildiyi tanınmış yerlərdir. Bu il oradan aldığım ətir mənim o dərəcədə, yəni əgər saçınızı tez-tez fenləyirsinizsə və ya da mənim kimi burursunuzsa, istilikdən qorumaq üçündür bu. Çox qəşəngdir, yanmaqdan qoruyur. Yəni alın, istifadə edin. Mən artıq bir ayda istifadə edirəm, o məni qane elədi. Qaldı ki bu, ay xanımlar, bu biri deyir zərərdir, biri deyir zərər deyil. Mən hələ bilmirəm bu zərərdir, zərər deyil, amma mən bunu çox bəyənirəm. Bu Rexonaları çox bəyənirəm. Sprey Rexonalar, onları mən istifadə edəndə ağrı hiss edirəm. Bu da çox yaxşıdır, nəmləndirmək üçündür. Yəni yenə deyirəm, bir çox. Bundan bir neçə dənə almışam evə. Birini paltar üçün almışam. Yusifin, Torunun, Yusif bilirsiniz, çox qara paltara meyillidir. Yusifin paltarı üçün, biri özümün üçün, biri də ki yerdəki tükləri, ondan sonra o tosoranın belə götürmədiyi balaca qadan şeylər düşür. Onları hansı ki corabdan düşür o. Onun için almışam kızlar. Çok qəşəng. Ay Allah. Terapi değil, terapi. Heç elə bir tosoranı verməmişəm. Belə də görəndə dəli oluram. Mən bunu sırf otağıma almışam ki ne olursa görüm, biraz da depresiya düşün ki mənim saçım çox dökür. Onun için aldım. Mən əslində mamamgilə gedəcəydim. Atamgilə gedəcəydim. Atam işdən gəlib heç danışmamışam. Bir də görəcəm küçüklər məndən. Əslində oraya gedəsiydim. Daha sonra siparişim çıxdı.
gedəndə elə bir şeylə mən imtahan verirəm. O dərəcə yəni həyəcanlı oluram. Ay birdən bu dəfə hansısa dərsdən yaxşı olmaz, hansısa dərsdən yaxşı. Sonra bunu belə çıxardırsınız. İndi bilənlər bilir məncə. Oy. Belə rulondur, gördünüz. Bunu belə çıxartdıq. Belə oldu ki ülkümə. Qəşəng. Əla, super. Elə çıxardandan sonra paltara da istifadə edə bilərsiniz. Sadəcə mən biraz sakıntılıyam. Buralarda heç nə yoxdur. Bu mənim saç spreyimdir bu arada, baxın. Saç spreyi deyəndə ki, saç lakıdır. Bu saç lakını nəylərə istifadə eləmirəm ki? Bir yerdə ləkə gördüm, ləkənim deyil. Bu nədir? Bəzən elə bir şey görürəm ki, bu evdə. Deyirəm ki, baxın, buram məndən başqa. Nə bilim, mən bir yerə gedəndə uşaqlar buramı gedirlər, neyniyirlər, mən bilmirəm.
Bilirsiniz də, elə əlimdədir, yəni hər dəfə görürsünüz. Heç getmir, heç. Şey deyil ha, plastik deyil. Plastik nə deyil ama? Da plastik deyil. Bilirsiniz nə alacağım bura? Qabları koyma. Tavada pişirmişəm. Əslində varımdı gəlib. Amma elə bir yerdəydi ki, dedim onu oradan çıxartmaqdansa ən yaxşısı tavada pişirim. Məni başladı məşğul etməyə, hər kəs nə deyir desin. Ancaq dilənçi uşağa heç bir şey verməmək mənim xoşuma gəlmədi. Səsin niyə tutulub? Bilmirəm. Bilmirsən. Alim olacaq mənim balam. Aşkım mənim, niyə tutulub? Sən çox dərs oxuyur ona görə. Oxu, oxu.